Bildiğimiz kimi Azərbaycanda Bakı şəhərində Dünya Şəhərsalma 13-cü Dünya Şəhərsalma forumu keçirilir və bu forum çərçivəsində də müxtəlif tədbirlər həyata keçirilir. Forumda eyni zamanda qeyd etmək istəyirəm ki, 178 ölkədən 30 minə yaxın nümayəndə qeydiyyatdan keçmişdir və iştirak edəcəkdir. Bugünkü tədbirdə də həmin nümayəndələrin bir qismi iştirak edirlər. Əsas mövzu şəhərlər hamı üçün və heç kim kənarda qalmasın tədbirin və eyni zamanda panel müzakirələrdə müxtəlif mövzular müzakirə olunur. Bilirik ki, inklüziv cəmiyyətin qurulması üçün, təşəkkür tapması üçün tək bir dövlətin deyil, müxtəlif dövlətlərin birlikdə səyləri lazımdır. Azərbaycanda nə qədər yeni binaların tikilməsi var, infrastrukturlar salınıbdır. Amma əsas məqsəd bu deyil. Əsas məqsəd odur ki, insanlarımız əlçatan olsunlar və bu məsələdə əlbəttə ki, həm əlilliyi olan şəxslər, həm ahıl əhali, uşaqlar, qadınlar qurulan bütün infrastrukturdan istifadə edə bilsinlər. Ona görə burada biz ictimai birlik olaraq müəyyən sorğularımız olub, müəyyən monitorinqlərimiz olub indiyənə qədər və biz bu məsələləri indi artıq qaldırırıq dövlət qurumları qarşısında. Əlbəttə ki, şəhərsalma və arxitektura ilə də bizim müəyyən görüşlərimiz və müzakirələrimiz də olur və gələcəkdə inşallah ki, nail olacaq ki, bizim şəhərlərimiz həm gözəl olsun, həm də əlçatan olsun. Və proqram göründüyü kimi İnklüziv Şəhərlər Alyansı layihəsidir. Əlil Təşkilatlar İttifaqı ilə Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin birgə proqramıdır və proqramlar davamlı olacaq və sərgimiz var bugün. Dünyanın müxtəlif yerlərindən gələn insanlar var, bizlə bərabər iştirak edirlər və əlilliyi olan insanların əl işlərinin sərgisi burada sərgilənib və göründüyü kimi musiqi proqramları, əlilliyi olan insanların, uşaqların musiqi proqramları canlandırılır. Yəni bugün bütün Azərbaycan növbəti bir belə möhtəşəm bir proqramın gündəmi olmaq istəyir və hamımız buradayıq və bu proqram, bu forum 23 maya qədər davam edəcək. Silsilə olaraq yenidən yeni bir proqramımız ayın 12-sindədir. Bu proqram çərçivəsində